Salam əziz izləyicilərim, xoş gəlmişsiniz Xatirə Mətbəxdə kanalına. Xoş gördük sizi. Mən yayın ən gözəl, ən ləzzətli, dadlı tamlı yeməyi olan duzlu balıqla, şor balıqla dolma hazırlayıram. Qırmızı soğan, bu qırmızı soğanla çox dadlı olur. Ümumiyyətlə mən bütün yay qırmızı soğan çıxanda qırmızı soğan ki çıxdı, bütün yay qırmızı soğan xoşlayıram. Çığırtmalarda, hətta adi belə yaşıl mərdinin şorbasını bişirəndə yenə qırmızı soğan xoşlayıram. Bütün yay qırmızı soğan. Elə bil bazardan qutarana qədər hazırlayıram, sonra ağ soğan işlədirəm. Qırmızı soğan dadlıdır, çox xoşlayıram, çox ləzzət eləyir mənə. Bolluca qırmızı soğanı xırda-xırda doğramışam. Üzərinə duz, istiyoz, girəmərzə, quru nanə, göy alça, pomidor qəşəng doğramışam, qatıram, qarışdırıram, biraz ovuşdururam soğanı. Duzla soğanı ovanda soğan tez bişir. Soğan ölür də, duz onu öldürür, orada tez bişir. Bişirdiyin yemək. 2 dənə belə mənim duzlu balığım var. İncil yarpağı hökmandır. İncil yarpağına bükürsən. Bilmirəm, biz belə görmüşük. Mənim Allah ölənlər üzü rəhmət eləsin. Rəhmətli anam təndirə çörək bişirəndən sonra da külün içərisində də bastırırdı belə balığı. Çox dadlı olurdu. Belə də bişirirdi. Hökmanda incil yarpağına bükülürdü. O incil yarpağının interesi bir başqa cür ətri gəlir. Biz onda elə bilirik ki, elə balıq dolmasının ətri odur. Təmiz qəşəng təzə elə bil marli sərirəm 2 qat. İncil yarpağı gördüyünüz kimi balığın birini qoyuram. Bütün içərini nə var içərisini yığıram ora balığın üzərinə. Bizdə balıqdan çox balığın içi yeyilir. Çünki çox ləzzətli olur. Balığın dadı, tamı, hər şey çıxır ona. Çox ləzzətli olur. Balığın da birin o içi əlavə eləyəndən sonra balığın da birin həmin için üzərindən sərirəm qəşəng. Bax belə. Ondan sonra yenə incil yarpağı qoyuram. Səlyanlılar üzüm yarpağı ilə eləyir. Biz incil yarpağı ilə eləyirik. Əslində bu səlyan yeməyidir. Səlyan zonasının yeməyidir. Amma biz həmişə, mən gözümü açandan görmüşəm, mənim anam bundan hazırlayıb. Deməli, cəllabat yeməyi də sayılır. Cəllabatlar da yəni ki, hazırlayır. Mən şit balığı da belə içərisini doldururam, onu sobada bişirirəm. Görürsünüz, yəni boşqab çevirmişəm ki, suda olmasın da parda bişir. Suyu da elə eləyirəm ki, o balığa dəymir. Qəşəng su da əlavə eləyirəm. Bax, gördünüz, balığın üzərindən tökmürəm. Böyür tərəfdən tökürəm ki, balıq suyu çəkməsin canına. Qoyuram qəşəng vamxodda, haradasa bir saat yarıma həlməl qəşəng bişir. Balıq onsuz da tez bişəndir. Yəni, əsas onun soğanı bişsin. Tamam bişir, yumuşaq, ləzzətli, dadlı, ətirli. İnanın bu yeməyin ətri. Nə bilim, arxada mənim çöldə qaz sobası var, orada hazırlayıram. Piltəsi, qaz piltəsi. Bütün binanın arxasını iyi götürür, yeməyin ətri gəlir. Çox dadlı, ləzzətli. Ancaq bunun da salatı qarpızdır. Bir də qarpızdan qabaq bişirəndə mən ayran hazırlayıram ayranla. İkisi ilə də ləzzət verir. Sağ olun, sağlıqla qalın.